tamam. Başqa şey deyirik bizə. Baxın. Deyir ki, deyir ki, 3 dənə A-nın dəyəri buna bərabərdir. ABC-nin dəyəri buna bərabərdir. X 3 dənə A-ya bərabərdir. 3 dənə A-nın dəyəri də ABC deyilmi? Bu da deməli ABC-yə bərabər olacaq. ABC də 3 dənə X-a bərabərdir. Bu 3 dənə X dəyişəninin qiyməti də ABC deyilmi? Bunun da qiyməti bərabər olacaq ABC-yə. Aydındır bura qədər. Aha. Aha. İndi ABC-ni çap elə. ABC-ni çap elə deyirsə, ABC-nin dəyərinə bunu tapdıq da. Deməli, birinci ABC-ni çap eləyəcək. Elə ABC-nin öz dəyəri də ABC-dir. 3 dənə A-nı çap elə. 3 dənə A-nın dəyəri də ABC-dir. Ona görə ABC-ni çap eləyəcək. 3 dənə X-də söz kimi verib axı. Elə özünü çap eləyəcək. Bax, cavabımız Y variantı. Bəli, üzrlü say, mən səhv elədim. Aha. Aydın oldu. Oldu. Y variantı. Sonra 8,49 yaza bilirsiniz. Sep parametri ne inirdi? Bak burada sep parametri. Arasına simvollar Ara A əlavə minus edir. B yerləşdirir. Ha, Hə, sağ eləmişdim onu. B variantıdır Əlmə. O çox Sap olunan maraqlıdır. elementlerin arasında. Şimdi burada eləcə dırnaqsız B deyirsə, bu nədir burada? B-nin Ədəd yerinə Bəli, bu demək B dəyişən. A minus B. B-nin Ay, yanında sağ olacaq. olun. C minus Sonra A olacaq elə B-nin dəyəri. Sonra deyir C sep minus A parametrindən B-nin deyir dəyəri. ki, arasına deyir A A minus minus B B-nin. yerləşdirir. Aha. Demək, bu çap olundusa bundan sonra nə yazmalıyam? A-nın yerinə B minus C. Yox, A-nı demirəm hələ. Baxın, B-nin dəyəri çap olundu. B-nin dəyərindən sonra digər çap olunan elementlə bunun A arasına minus B. A minus B. A minus B. Ona görə A minus B. Sonra A-nın Aha, dəyəri nəyə bərabərdir? B minus A-nın C. dəyəri B minus C-dir. Görürsünüz? Bitişik. Ona görə B Aha. minus C. Sonra deyir, bunun üstünə gəl deyir. Bununla birləşdir. Necə Eləcə A-nın? A-nı. Deməli, bunun yanında bir Bəs dənə A olacaq. Sonra deyir ki, vəssalam. hə, bitdi. Elə bu, başqa bir şey də yoxdur. Deməli, çıxan cavabımız bu olmalı. Var başqası? 9 yazıbsınız. Müəllimə, bu deyir ki, testlər köhnə ilə eynidir. Mən köhnəni işləmişəm, ona Bəli, görə müəllimə, deyirəm. çox eynidir, amma Evet. yəni təzədən işləsəz daha yaxşı olar. İndən sonra da o qalanını elə işləyərəm. Çünki Hə, məndə lap təzə yox idi. qarşılaşdırın öz kitabınızla. Baxın, fərq yoxdursa köhnədən işləyin. Fərq varsa təzədən işləyin. Fərqi odur ki, müəllimə, orada lap çox verilibdir. Heç onlara ehtiyac yoxdur, bəlkə də o qədər çox Hə, verilməyinə. orada həm də səhvliklər çox idi. Müxtəlif. Hə. Biraz səhv 11.2-də ona qədər baxın görün yaza bilmədiyiniz nəsə varsa izah eləyim. Mən burada 12-dən başlayırıq köhnədən. Ona görə qaldım belə. 12-dən başlayır. Bəli, proqramlaşdırma 12-birdən başlayır köhnədən. Olsun da müəllimə, suallar eyni deyilmi? 12-2-yə baxırıq biz. İzah verimmi mən sizə proqramlaşdırmadan, suallardan? Bircə dəqiqə. Sətr və siyahlar üzərində olan əməllərdənmi? Müəllimə, bax Aha. orada 9. Sətirlər Baxaq. üzərində olan əməllər mənlə. Necə? Sətirlər üzərində əməllər oradan deyirsiniz. Bəli. Baxın, başlıq sətr və siyahlar üzərində əməllər. 9-a baxaq. Baxın, müəllimlər. Deməli deyir ki, M bərabərdir, info əd işarəsi mail.ru. Belə bir sətirdir. K da bərabərdir, K da bərabərdir. Başdan, bax. Deməli, bunu belə yazaq da, özümüz yazaq. Bunun içində indi nə olacaq? M-də. 2 nöqtə qoyub, yəni başdan, nöqtə. İndi buranı tapaq. Görək, bu bizə neçə dəyərini verir? M sətrində əd işarəsinin indeksini qaytarmaqdır da find. İndi əd işarəsinin indeksini tapaq. 0, 1, 2, 3, 4. Əd işarəsinin indeksi 4-ə bərabər. Deməli, bax, bu ifadənin yerinə 4 verilməlidir. İndi deyir ki, M-də başdan 4-ə qədər olan hissəni çap elə. Başdan 4-ə qədər deyirsə 4-ü götürməyəcəm də. Info. Cavabımız olacaq C variantı. Aydındır? Bəli. 9-da müəllimə. 9-da.
Bəli, müəllimlər, bizə dəqiqə mən linki bir adama da atmalıydım, atmamışam. Köhnənin uyğun gəlmir. Hə, 9 Aha. uyğun deyil. Solmaz müəllimə, köhnədə baxsınız siz. Bəli, mən köhnədə baxıram. İndi müəllimə, Ha, baxın, mən də eynidir. onu eləyə bilmirəm də, məndə də təzədir. Siz gərək təzədən yazardınız. İndi yenə də suallarınızın yeri dəyişikdir yəqin ki. Siz belə baxın, görün, suallarınızı görəndə verərsiniz. Olmaz, gələn dəfə təzədən işləyin də siz də. Sualların yeri dəyişikdir orada. Sualların yeri də. Sonra müəllimlər, baxın, bunu həll eləyə bilərik də yəqin ki, elə. Məsələn, 10-cu sualı. Bəli, mənim asandır. Asandır, lap yaxşı. Çətin nə var, deyin, həll eləyək, yazaq. Bir də mənim burada. Onu da işləmir. Bax, müəllimə, 13-də 2, 5, Aha. o bir onun addımıdır, nəyidir? Bəli, bəli. Hə, Vəbşi Hı. proqramlaşdırmada Başlanğıc. 3-cü parametr addımı göstərir. şimdi Burada bəli. deyir ki, A sətri informatika sözünə bərabər. Ada deyir, ada. 2-dən 5-ə qədər bir addımından hamısını götür. Deməli, 0, 1, 2 burada başlayır. 3, 4, 5 M hərfi deyilmi? 5-in özünü götürmürük axı. Ona görə for hissəsi olacaq. Cavabımız olacaq C variantı. Məsələn, 14-cü sualda deyir, başda ad sətrində 2-dən 9-a qədər 3 addımından get. İndi baxaq, 0, 1, 2. Bunu götürürsünüz. Sonra 2-dən sonra 3 addımından getməli deyilikmi? 1, 2, 3. Bunu götürürsünüz. 8. Emi. Aha. Sonra 1, 2, 3. İni götürürsünüz. İni götürürsünüz. 1, 2, 3, 3-cü addım yox deyə burada dayanırsınız. F, M, sonra bir də I. F, M, I. Yəni D variantı. Aydındır? Bəli. Bəli. Sonra. Məsələn, 15-ci sual. Bu nə deməkdir? 15. 11. İnformatik. Sən 7-yə demək- qədər. qədərdir mənim. 7-yə Sıfırdan qədər 7-yə. Kaan çap Bəli, edir. 0-dan 7-yə qədər. 7-nin öz daxildirmi? Deyil. Deyil, Deyil. 6-da. Aha. Deyil. 0, 1, 2, 3, 4, 5, 6, 7-ni Olmaz. götürmürük. İnformasiya. Ay, sağ olun. Sonra burada yenə başdan 7-yə qədər 2 addımından. Yenə baxın. 0, 1, daha doğrusu 2 addımından dediyinə görə burada 2 addımından getməliyik. Baxın. 0-ı götürürsünüz. N'yi götürmürsünüz. F'i götürürsünüz. Sonra R'i. Amma bizə deyir ki, 7-yə qədər. Necə? Yox, get aşağı. Hə. 7 burada müəllimlər. 7-ni götürməli deyilik. Ona görə M-dən sonra A-ya düşürdü ikinci addım. Ona görə I, F, R. Bax, cavabımız bu olacaq. Bir dəqiqə. Bir də baxaq. Bəlkə də mən səhv Yox, etdim. Yox. 0, 1, 2, 3, 4, 5, 6, 7 bura düşürək müəllimlər. Bax, bura qədər getməliyik. İnforma. İni götürəcək, F-ni götürəcək, 2 addımından deyir. R-ını götürəcək, bir də A-nı götürəcək. İ, F, R, A. Cavabımız olacaq A variantı. Bayaq səhv saymışıq. Sonra indeksləmədə deyilsiz probleminiz var da. Bu nə deməkdir? Məsələn, 17-ci sual. Burada 3-dən 3 dənədən sonra. Bəs 3 daxildirmi? İnformatika. Bəli, daxil Daxil. edirəm. Ay, sağ olun. Bəli, Bax, burada daxil. 3 daxil. Çünki 3 burada Bəli. formatika. Formatika. Addım bir olacaq. Ay, sağ olun. Burada addım 1 olur. Çünki addım göstərilməyibsə, bir addımından gedirik. Məsələn, burada deyir ki, 3-dən hara qədər? 3-dən başlayır. Axıra qədər. Axıra qədər. Burada heç nə yazılmayıbsa, iki deməli addım. axıra qədər. Addım da 2-dir. 0, 1, 2, 3. 3-ün özünü götürürükmü? Bəli. 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 Ay, sağ olun. Başlayırsa götürürük. Aha. Burada nə deyir? Deyir ki, başdan sona qədər 2 addımından get. Başdan sona qədər 2 addımından deyirsə, indi başda duranı da götürürsünüz də, bax bunları. F, R, K, fırtık. Ay, İsrail sağ ol. yox. A da var. Çünki başdan sona qədər deyir, ona görə A-nı da götürürük. İ, F, R, A, İ, A. Yəni B var. B variantı.
Sonra Olmuş burada bir yəni. şeye fikir verin ha müəllimlər. Ola bilərdi belə yazardı ki, A-da başdan sona qədər mesela mənfi bir addımından. Burada üce sondan başla deməkdir Tərsnə. də. Ondan Tərsinə düzür. götürülüyor da Ay müəllimə. sağ olun. Ondan. Mesela baştan sona kadar mənfi 2 addımından deseydi yine sondan götürürsünüz İyidən ama bu başla dəfə gedir. 2-2 gedirsiniz. Bəli. Sonra burada var Bunlar sadəcə müəllimə. Bir dənə 39-da mənim çətinliyim olur. İndi bilmirəm orada 21'i sizin yazabilirsiniz. bir baxım hansı. 21 də, hə? Müəllimə, 21-də Bəli. bunu mən biraz qarışdırıram. 9-dan 2-yə qədər. Aha, indi gəlin bunu mən sizə izah edeyim. Burada çünkü xüsusi məqamımız var. Yəni Baxın. orada boşluqluq olacaq. Çünki Aha. istiqamət eyni deyil. Ay 9 sağ olun. istiqamətçi gələndə 11 eləyir. 11 də bu yanda olmadığına görə bizdə o da boş verir Ay yəni. sağ olun. Baxın mən bu sizə ədəd oxundan izah eləmək istəyirəm. Ədəd oxun seçdim. Deyir ki 2-dən 9-a qədər. 2 buradadır, 9 buradadır da elə. Burada 2 yazmağı müsbət deməkdir də müəllimlər, müsbət 2-dir. Müsbət addım bizi həmişə verilən birinci parametrdən ikinci parametrə sağa doğru aparır. Ona görə 2-dən 9-a qədər sağa doğru getsəm, burada hər hansısa bir interval var da. Ona görə bu bizə, baxın, 2 bu deyil. 9 da tutaq ki 3, 4, 5, 6, 7, 8, 9 da burada. 2-dən sağa doğru gedəndə, 9-a doğru gedəndə. Burada bir hissə var, bir fragment var. Amma indi baxın bir dənə 21-ci suala. 21-ci sualda ədəd oxunu çəkirəm. Bura 2-dir, bura 9-dur. Amma bu bizə deyir ki, 9-dan 2-yə deyir, 2 addımından get. Mən 9-dan, əgər bura müsbət addım veribsə, mən 9-dan sağa doğru getməliyəm. Amma 9-dan sağa doğru gedəndə bu hissədə nəsə olur? Yəni burada kəsişmə olurmu? Olmur. Deyil. Yəni baxın 9-dan biz sağa gediriksə mən 2-yə çata bilmərəm. Ona görə də belə deyək də burada olacaq boş. Yəni bu aralıqda baxın 9 bu deyildi k. 9-dan sağa doğru getsəm 2 də buradır f. 2-yə çata bilmərəm. Solmaz müəllim də qəşəng dedi ki, 9-un üstə 2 gələndə bu 2-ni heç vaxt ala bilmərik. Amma baxın, burada 2-nin üstünə 2 gələndə biz 9-a yaxınlaşırıq. Ona görə bu aralıqda nəsə var. Amma orada Məsələn, mənfi olsa müəllimə o alınardı elə. 9 bəli, olacaq. mənfi olsaydı alınardı. Cavab düzdür müəllimə, yoxsa sual? Cavab düzdür, ya müəllimə. Sadəcə olaraq cavab burada Y variantıdır. Yəni bu Yox. aralıqda heç nə yoxdur. Amma məsələn belə olsaydı, gəlin Solmaz müəllimə dediyi kimi yazaq. Məhəbbət müəllimə, siz mənim testimin üstündə nəsə yazırsınız deyəsən. Yox müəllimə, bu nəsə basılı qaldı. 2 dəqiqə çıxamıram. Hə, qırmızını. Aha. Deməli, Hə. baxın ay müəllimlər, əgər belə olsaydı, ada 9-dan 2-yə qədər mənfi 2 addımından desəydi, baxın, ədəd oxunu çəkirəm. 2 buradır, 9 buradır da elə. Mənfi 2 yazıbsa, bu verilmiş 9-dan 2-yə qədər sola doğru 2 addımından getməkdir. Mən ədəd oxunda 9-dan sola doğru gedəndə 2-yə qədər 9-dan 2 arasında bir parça alınırsa, deməli, burada artıq nəsə alınacaq. Aydındır? Hə. O mənfi olmamağa çaşdırdı müəllimə, hə, bizi. Ona görə. Məhəbbət müəllimə, görün ekrandakini silə bilirsinizmi? Mən buradan onu görüm Zoom'da. Müəllimə, onu bilmədim, nətər gəldi. Qələm işarəsini böyük Görək Zoom'un qələmi mən sildim müəllimə. Zoom'un qələmindən sildim. Hə. Yaxşı. Hə. Sonra keçdi 24-ə. Yazırsınız bunları. Bəli, yazmışam müəllimə. Problemi olan varmı bu suallarda? Müəllim, Müəllimə. Bəli. müəllim. Bir dəqiqə 23-ə qaydardıq. 23. 23-də deyir ki, müəllimə, başdan sona qədər, yəni sondan başa deyək də, mənfi bir addımından düz. Bu mənfi bir addımı göstərir. Mənfi birdən axıra qədər. Deməli, bu malas yazacaq. Ümumiyyətlə, verilmiş sətri tərsinə düzməkdir. Hə, onda düz tapmışam. Yaxşı, sonra 39 müəllimə. Oracığım. Esiyə baxaq.
39 müəllimə. Köhnə ilə. Burada Aytaç Tamilla var. O sizə bilmirəm hansıdır. 39. 39-dur köhnə ilə. Hə, burada götürüblər onu. Ha, budur Yox, mənim müəlliməm. Budur. bəli, bəli müəllimə. Baxaq. Burada Deyir elə ki, Aytaç kiçik hərflərlə yazılıb. Tamilla birinci hərfi böyük yazılıb. Deyir A nöqtə kapitalist. A-nı kapitaliz et, A-ya mənimsət. Deməli cavabı A-nın dəyişəcək. A-nı kapitaliz etmək, yəni Aytacı belə yazmaqdır. Aytac. Birinci hərf çünki kapitaliz böyüdür, qalanlarını kiçik formada yazır. Daha A dəyişənin qiyməti bu olmadı da, belə qaldı. Çünki burada mənimsətmişik. B bərabər B nöqtə A1. A1 B-nin hamısını, yəni Tamillanın hamısını böyüklə yazacaq. Yazaq. Tamilla. Böyüklə yazdıq. Bir də artıq bu deyil, yeni qiymət aldı. Deyir çap elə A plus B-ni lower etdi, elə çap elə. A plus B bizə Aytaçla Tamilla birləşəcək. Amma deyir bunu lower elə. Yəni hamısını kiçiklə yaz. Baxın, burada Aytaçla Tamillanı bircə dəfəlik birləşdirib C edib yazır da. Bu A və B dəyişənlərinin dəyərini dəyişmir axı. Sadəcə deyir, bunların birləşməsini kiçik formada çap et. Bu da məsələn A variantına o uyğun gələ bilər. Sonra bu D variantı, bax bu D variantı bu hissədir. Fikir verirsiniz bax bura. Məsələn D-yə uyğun gələ bilər. Sonra Y variantında da elə deyir, ya A-dır ya da D-dir. İndi baxaq. Deyir, sonra çap elə. A-da deyir, A-da. Kiçiyanın indeksi üstə gələk. İndi müəllimlər, A-da kiçiyanın indeksini gəlin tapaq. İndeksini yuxarıdan yazacağım. 0, 1, 2, 3. Kiçiya ilə böyüyə fərqlənir də, kiçiyanın indeksi 3-dür. Buraya yazıram 3, üstə gələk. Baxın, plus var. B-də də deyir, böyüyanın sayını tap. B-də böyüyanın sayı 1, 2. Bunun üzərinə 2 gələcək, eləyəcək 5. Deməli, İkinci dəfədə bizə 5-i çap edəcək. O zaman uyğun gələn variantım A variantı olur. Aydındır? Bəli, müəllimə. Bu sizi bilirsiniz niyə yanıltmaq istəyib? Yəni əslində bu testdə yanıltıcı məqam nədir? Burada toplayanda və hamısını kiçik yazanda bu sözlərdə hər şey kiçik olur da, elə. Orada İndi çatmışım, bəli. bəli, siz burada kiçiyanın indeksini tapıbsınız 2. Amma bəs böyüyə deyibsiz yoxdur. Çünki hamısı kiçilik. Amma hamısı kiçilməyib axı. Bu sadəcə bircə dəfəlik bunu çap edib. Dəyər olaraq, dəyişən olaraq qiymətlər olduğu kimi qalır. Bəli, müəllimə. Ona görə məndə səhv olub. Burada hamısını kiçiltmişəm. Böyüyanı Ay, tapamam. sana. Bildim müəllimə, bildim. Bundan sonra ona diqqət eləyin. Sonra var burada başqa. Buyurun. Başqa səhviniz var? Səhv odur ki, işlədikcə üzə çıxardırıq müəllimləri. Düzdür. 12 üstə siyahılar üzrə əməllər. Bizdə odur. Yəni burada heç kimin səhvi yoxdur, eləmi? Len funksiyası nə edir? 42-ci suala görə deyirəm. Uzunluğunu Neçədən tapın. başlayaraq sayır? Birdən başlayaraq. Aha, Bəli. birdən başlayaraq sayır. Bəs keçək görək. Burada yazırsınızmı bunları? Insert neyinir? Insert. Siz əvəz eləyin. Qrup yaradır. Ha, indi belə bir sual var burada. Deyir A bərabərdir belə bir siyahıya, B bərabərdir A-ya. Belə olanda nə demişdim? Buna xüsusi bir məqam var idi burada. Nə demişdik? Eyni Dəyişənin sətirdir. qiymətini Qiymətini qəbul alır. edir. Mən eyni qiymət Nə olur. olur? Bir A-nın qiymətini alır. Aha, bəli. Bir A-nın qiymətini alandan Dəyişənin sonra qiymətini alır. nə Sonra baş verir? Burada ikinci yerdə insertin yerində, yəni ikinci yerdə duranı 13 ilə əvəzləyir. 12, Yəni evet, əvəz. 19-u 13 ilə əvəz elədi. İndi müəllimlər, 2 bu belə olur da. İndi B-yə A-nı mənimsədəndə B belə deyək də, A-nın qiymətini alır. Sonra biz deyəndə ki, A-da A-ya deyirik insert et, yəni əlavə et ikinci indeksə 13-ü. İkinci yerə 13 əlavə edir. 0, 1, deməli 25, 25-in yerində 13 olacaq. 25 düşəcək bundan sonraya, 2 də düşəcək bundan sonraya. İndi A belə dəyişəndə
A belə dəyişəndə. B də dəyişirmi? Bəli. Yadınıza gəlir, Bəli, mən çünki belə B bir şey demişdim ki, əgər anladım. hansısa siyahını hansısa siyahıya mənimsədəndə birinə edilən dəyişiklik digərində də olur. Yəni, A-ya biz burada əgər ikinci indeksə 13-ü əlavə etdiksə, eyni şey burada da olur. 13 bura düşür, 25, 2. B də eyni formada dəyişir. Ona görə bizə deyəndə ki, deyil B1-də duranı sil, B1-də duran 19, 19 getdi. Qalacaq 12, 13, 25, bir də 2. B variantı. Bəli, başa düşdünüz? Əgər siz A-ya əlavə edib 13-ü B-yə əlavə etməsəydiniz, onda cavabınız düz alınmazdı. Yəni A-ya etdiyimiz dəyişikliklər B-yə də həmin şey olur, B-də etdiyimiz dəyişikliklər A-da da olur. Onda müəllimə, birdə duran birinci element silinir. Bəli, del silmədir də. Birinci elementi silmək funksiyasıdır. Ha, del silinir. Sonra bunlardan hansına baxaq? Baxın, görün, çətin gələn var. İndi bu neçənci indeksə nəyi əlavə etməkdir? 45-ci sual. İkinci elementə 1, 13 2, əlavə edirik. 25'in Aha. yanına 13. Aha. Düzdür. Bura 13 düşəcək, 25 bundan sonraya 25 düşəcək, bundan 16 da bundan sonraya düşəcək. Sonra remove metodu neyinir? Bunu Əvəzləyir. əlavə edirik. Yox, Xeyr. əlavə edirik müəllimə. Əlavə, yox. Xeyr. Advanç nədir? Append Silir. əlavə etmək. Remove Silir. təmizləmək, silmək. Müəllimlər, İki indi bu rəqəmlərini silir. hansı 12-ni siləcək? Birinci qavanı çıxanı. Birinci Bəli, qarşısına çıxır. ilk qarşısına çıxanı. Bax, niyə unuduqsuz remove metodunu? Remove siyahıda ilk qarşısına çıxan, burada verilən ilk qarşısına çıxan elementi silir. Sonra 47-ci sual. Bayaqçı sualdandır. Gəlin yazaq. Bax, deyir ki, B A-ya bərabər olsun. O zaman B olacaq 12, 19, 14 elə. Deyir A siyahısına 21 əlavə et. İndi mən A-ya 21 əlavə edəndə append hara əlavə edirdi elementi? 14'ten sonraya. Siyahının Sonuna. sonuna. 21-i bura əlavə edəndə. İndi A-ya əlavə etdimsə, eyni zamanda hara əlavə olunacaq bu? B'ye de. B-yə də B. əlavə olunacaq. Sonra deyir B-ni çap elə. 12, 19, 14, 21. C Yəni var. C variantı. Başa düşdünüz bu tipləri? Hə, onlar Bəli. işləmək bilir. Lap yaxşı. İndi sort Birisi metodu əvəz. neyinir? Sort Seçir. kiçikdən Seçir. Seçmir. Sort Neyinir sort? böyüyə düzür də müəllimə. Nizamlayır da. Bəli. Kiçikdən Parçada böyüyə nizamlayır. nizamlayır. Bəs reverse Bəli. neyinir? Bu Nə əvəzliyir. müəllimə? Reverse Reverse. əvəzliyir. Xeyr. Əvəzliyir. Ha. Xeyr. Niyə Reverse. unudursunuz müəllimlər? Reverse metodu da tərsinə düzür. Məsələn, mən sizə verirəm ki, Hə, tərsine. deyirəm ki, A siyahısı bərabərdir 1, 5, 2, 9-a. Deyirəm ki, bunu eləyin artma yox, azalma sırasından düzülsün. Onda nə edirsiniz? Birinci aya sort verirsiniz. Sort. Bunu belə düzəcək. 1, 2, 5, 9. Çünki sort artma sırasından düzür axı.